Kaş ki seçim eləmək haqqım olaydı. Həyatımın ən qəşəng rüyası budur ki, sizin yanınızda durum və sizlə çiyin-çiyinə döyüşüm. Eşidirsən Zahidə? Muxtar Sabit kimi belə bir oğulla fəxr eləyir. Onun canı sənə əmanətdir. Bundan sonra Sabit İbn Muxtar kül altında qalan od kimidir. Düşmən onun adını eşitməklə bədəninə güvə düşən kimi titriyəcək. Mən hələ bir müəmmanın içində qalmışam, əmoğlu. Sən böyük siyasətçisən. Niyə qalib gəlmək ehtimalı %1 olan müharibəni davam elətdirirsən? Niyə bu cəmaatı siyasətlə məğlub eləmirsən? Düşməni siyasətlə məğlub elədiyim günlərdə yalançı, sehirbaz, qaniçən, dinsizəm deyə itham olunmurdum. Bugün yalnız üzbəüz durmaqla mənə atdığı böhtanları təmizləyə bilərəm. Tələs Zahidə, tələs, gedin. Mənim kimi canını sevən bir adam üçün ən yaxşı fürsətdir ki, canımı götürüb aradan çıxım. Biz əmoğluyuq, Muxtar. Bir-birimizdən irs aparırıq. Kaş sənin mərifətindən, Muxtar, mənə bir arpa qədər çatardı. Sən sınanmış zaminsən, Zahidə. Muxtarın hər şeyinin varisisən. Ürəyim bu baxışlar üçün darıxacaq ata. Mən də sənin dik başlığın və inatkarlıqların üçün darıxacam.